Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bugün sizinlə dəbdə olan paylama şokoladların növbəti modelini hazırlayacağım. Bu qablaşdırmalar artıq müxtəlif formalarda hazırlanır. İstədim ki, mən də sizinlə bölüşüm. Bu formada paketlə satılır. Bir paketdə 12 ədəddir və təxminən bir ədədi 60-70 qəpiyə başa gəlir, əgər səhv yadımda qalmayıbsa. Biz topdan götürdük, ona görə dəqiq qiymətini unutdum. Sədrəkdən əldə eləmişəm. Bəlkə də yaxında mağazalarda da artıq tapa bilərsiniz, çünki çox istifadə olunur. Bu formada bir-birinə çox möhkəm keçir, amma yenə də istəsəz biraz qapaq hissəyə kley vurmaq olar. Dekor olaraq istifadə edəcəyim tük lələklər iki formadadır. Tək-tək satılır və yaxud da bu formada qarışıq halda paketlə satılır. Hər ikisini istifadə eləmək olar və onu da deyim ki, bu tük lələkləri həm səbət materialı olan mağazalardan əldə eləmək olar, həm də ki, mən tort ləvazimatı olan mağazadan da aldığım olub. Yəni hər iki dükanda tapa bilərsiniz. Müxtəlif ölçülərdədir və əgər çox kiçikdirsə, bu formada 2 ədədini bir yerdə istifadə eləmək olar. Fərqi yoxdur. Hər iki dekor çox gözəl görünür. Həm sadə, həm də çox tez başa gəlir. Yəni çox çətin deyil, əl işi tələb etmir. Sadəcə burada hazırlamalı olduğunuz bantiklərdir. Və bu formada hazırlayandan sonra içərisinə ölçüyə uyğun istənilən şokoladı yerləşdirmək olar. Dəqiq ölçü bilmirsinizsə, qutunun birini özünüzlə apara bilərsiniz marketə ki, hansı şokolad içərisində tam yerləşəcək. Bugünlük bu qədər. Bizi izlədiyiniz üçün təşəkkürlər. Sağ olun. Növbəti videolarda görüşənədək.